19 iyul 2026-cı Ağdam kəndinin ilk kəşfiyyatçısı, 63 yaşlı kəşfiyyatçı Ümbətov İdris Valıdoğlu'nun bugün anım günüdür. Allah rəhmət eləsin. Burada bir bayrağımız da var bizim. Yazın ki bunu bilenler bilir. Bu benim en sevdiğim bayraklardan biri olan Turan bayrağımızdır. İnşallah Turan da İnşallah o da kısmet olacak. Turan da yaranıp yaranacaktır. Bütün Türk dünyası birleşecek Allah'ın izniyle bu bayrağı. Allah bütün şehitlerimizi mekan cennet etsin. Türkiye'de şehadete ucalan Türk kardeşlerimizin de mekanları cennet, ruhları şad olsun. 35 yıldır torpağın hasrını burada yaşayan insanlar hasrını çekiyor. Ama ben burada görüşmüşüm. Buna göre öz doğulduğum, boya başa sattığım Sabirabad rayonun bu kadar sevmemişim. Bak bu torpaqları, bu vətənin hər bir karış torpağında yenə də sevirəm. Bugün benim en hoş günlerimden biri. Allah hamıya nəsib eləsin ki, bu hoş günler yaşamak. Bak bu evler bu. Dağılıp talan olmuş elim. Bərpa olsun, Gülistan'a sevilsin. O bayram olsun inşallah. Çağır sərf olsun. Hamınızın evlatlarının, subaylarının boyuna gələr inşallah. Allah sizi var eləsin. Değerli insanlar. Cemaatimiz, aziz elimiz obamız, aziz qonaqlar. Bugün biz hamımız elimizin Ərən kişisinin, Mərd oğlunun, Oçaq kişisinin aziz xatirəsinin gözəl işığına toplaşmışıq. Bugün 1. Qarabağ Savaşı'nın igidlərindən birinin, qəhrəman oğullarından birinin, qəhrəman döyüşçülərindən biri, əfsanəvi kəşfiyyatçı İdris dayının müqəddəs ruhunun dediğim kimi işığına toplaşmışıq. Ben istəyirəm bu məqamda başta İdris dayı olmakla bütün şəhidlərimizin, eyni zamanda bu qəbristanlıqda uyuyan həmkəndlilərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edeyim. Allah rəhmət eləsin. Mən xahiş edirəm din xadimindən, Hacı Yaqubdan gəlsin, məclisimizə başlamamışdan əvvəl bir dua eləsin, sonra məclisimizi davam edək. Esselamu aleyküm ehl-i diyar, esselamu aleyküm ehl-i qubur, vel müminə vel müminat, vel müsliminə vel müslimat, cəmi bu qəbristanlıqda yatanların, cəmi burada olub dünyasını dəyişənlərin, cəmi şəhidlərin ruhları, cemaatimiz burada onlar tarafından şad. İlâ ervâhil merhumeyni li mağfireyni li ma'lumin. İlâ ervâhil merhumeti li mağfireti li mahudin. Bi hakkın nebine ve alihi tahirin. Ve bi suretel Fatiha ma'as salavat.
Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal mustakim sıratallezîne en'amte aleyhim. Zalin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samad. Lam yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah İdris daim Allah gani rahmet eylesin. Cem şehitlerimiz Allah gani rahmet eylesin. Hamınız var olasınız. Rayon İcra Hakimiyyətinin məsul Mən də salamlayıram öz cəmaatımızı, Ağdam əhalisini, bu tədbirdə iştirak edən şəhid ailələrimizi, qazilərimizi. Bu günlərim bizim məhz bu cür dağların, təpələrin, bu cür meşəliyin, bu cür mənzərədən məhz belə qəhrəman oğullar doğula bilər. Mən İdris dayının həyat yaradıcılığına, döyüş yoluna nəzər saldıqca o 1-ci Qarabağ müharibəsində 2 oğlu ilə bircə sərasər döyüşmüşdür. Və öz doğma kəndinin, Ağdam torpağının işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuşdur. Bəli, elə deyim də, dədə-babalarımızdan belə bir söz var ki, yəni ot kökü üst dəftər. İdris babanın oğullarından sonra 44 günlük vətən müharibəsində onun nəvələri, qardaşı nəvələri, bacısı nəvələri, oğul nəvələri 44 günlük müharibədə öz babalarının qisasını almışdır. Bu gün İdris dayının ruhu şaddır. Ona görə şaddır ki, bu gün onun doğma kəndində onun cəmaatı, onu sevən insanlar gəlib onu ziyarət edir. Biz bu günlərə burada olan insanların əksəriyyəti 1-ci Qarabağ müharibəsini görmüş, keçmiş-keçli həyat yolu keçmiş insanlardır. Biz bu günləri məhz İdris Dayı kimi qəhrəman oğullarımıza, şəhidlərimizə, qazilərimizə və başda Cənab Ali Başkomandan olmaqla onlara borcluyuq, onların fədakarlığına borcluyuq. Məhz 92-ci, 93-cü ildə olan insanlar görüblər, həmin dövrdə olan hansı ki, vahid komandanlığın olmamağın, döyüşçülərimizin necə onların həqiqətən də 1-ci Qarabağ müharibəsi döyüşçüləri həqiqətən də bizlərdən qat-qat əziyyət çəkmişlər. Ancaq həmin dövrdə vahid komandanlığın olmaması və ordu quruculuğunun olmamağı bizim elə deyək 30 il, 35 ilə yaxın torpaq həsrəti ilə biz ona düçar olduq. Amma şükürlər olsun ki, bu haqq şavasında və Cənab Ali Başkomandanın uğurlu siyasəti nəticəsində biz xalqımız, dövlətimizin, millətimizin birliyi nəticəsində dəmir yumruq yarandı və bu gözəl torpaqlarımızı işğaldan azad etdi. Mən bu kəndə gələn zaman yolda, yol boyu o qədər belə içimdə fəxr, qürur hissi. Mən özüm də Qarabağ müharibəsi iştirakçısı olmama baxmayaraq bu istiqamətlərdə olmamışdım. Amma məhz əziz insanlar, biz həmin millətin nümayəndələriyik ki, bu yaxınlarda Raqif Orucovun tədbirində mən orada 1-ci Qarabağ müharibəsində həyat yoldaşını şəhid verən ana 44 günlük müharibədə oğlunu şəhid vermişdi. Məhz 1-ci Qarabağ müharibəsində öz oğlanları ilə döyüşmüş baba, özü şəhid olmuş. 2-ci Qarabağ müharibəsində onun nəvələri döyüşmüşdür. Məhz biz həmin millətin nümayəndəsiyik ki, bir oğlunu aprel döyüşündə şəhid verir. 4 günlük müharibədə bir oğlunu şəhid verir. Bəli, çox misallarını çəkə bilərik. Məhz Abbasov Müşfiq də məhz İdris Dayı kimi qəhrəman oğullardan, qəhrəman kişilərdən ilhamlanaraq o da 4 günlük vətən müharibəsində 2 oğlunu yanına alıb döyüşə getmişdir. Yəni biz bu hadisələr, bunun heç biri təsadüfən deyil. Bunun hər birində torpaq sevgisi, vətən sevgisi, bizim analarımızın, atalarımızın, məndələrimizin bizə verdiyi sevgi nəticəsidir. Mən sizin hər birinizə öz əri minnətdarlığımı bildirəm. Xalqımızın birliyinə görə, bu qəhrəmanımızın vəfatından 34 il keçir. 34 il az bir müddət deyil. Bütün yaxınlarımız, insanlarımız müxtəlif hadisələrdən rəhmətə gedən var, dünyasını dəyişən var. İnanın öz doğmalarımız da artır. Amma vətən uğrunda şəhid olan insanlar heç bir zaman yaddan çıxmır. 30 il, 40 il keçməyinə baxmayaraq yaddan çıxmır. Yəni bizim qədir bilən millətimiz zaman gələcək bizim qəhrəman oğullarımızın hər birinin bu hansı ki adları olsun, digər məsələlər olsun, hər bir öz yerini alacaq, hər bir öz həllini tapacaq və necə ki biz gələndə Ağdam şəhərinin qurulmağını gördük. Yəni bunun hər birinə çox insan əməyi, xalq birliyi lazımdır. Biz daim Cənab Prezidentimizin yanında olmalıyıq, onun rəhbər təyin etdiyi şəxslərin, onun qoyduğu tapşırıqları gecə-gündüz icra eləməliyik. Əgər biz müəllim isə orta məktəbdə öz şagirdlərimizə qəhrəmanlığa öyrətməliyik. Əgər biz səhiyyə işçisi isə öz peşəmizi dərindən eləməliyik. Əgər ki, inanın, qısa zaman ərzində bu insanlar bu doğma kəndlərinə qayıdacaqlar.
Mən bir daha xalqımızın birliyinin pozulmamanı arzu edirəm. Arzu edirəm bir daha müharibə olmasın. Bütün əsgərlərimiz sağ-salamat gəlsin. Allah dövlətimizi, xalqımızı, Cənab-ı Ali Başkomandanı qorusun. İnşallah biz xalqımız, bizim müharibəmiz bitib amma misyamız bitməyib. Biz inşallah Qərbi Göyçə mahalı, Qərbi Zəngəzur, biz o torpaqlarımıza da qayıdacağıq. Mən hər birinizə özlərim minnətdarlığımı bildirirəm. Çox sağ olun. İndi isə çıxış edir, rəhmətli İdris dayının yaxın silahdaşı olmuş, döyüş yoldaşı olmuş. Eyni zamanda Azərbaycan Qazilər Birliyi Ağdam rayon filialının sədri Şamil Əbilova. Əvvəla mən də evimizi, obamızı, cəmaatımızı salamlayıram, şəhid ailələrimizi, qazilərimizi. Bir gün haqqında danışdığımız insan həqiqətən əvəzsiz bir insandır. Yəni mən bunu deməkdə səbəbim odur ki, bu insanla biz çox yaxın təmasda olmuşuq. Bu insandan həmişə mərdlik, kişilik görmüşük. Allah. Çünki bu kişi hər halda həmişə yol göstərən olur. Həmişə düz yol göstərir. İdris dayı bir döyüşçülükdən əlavə bir insanlığı, bir mərdliyi, bir kişiliyi vardı. İdris dayının dəfələrində evində qonağı olmuşuq. Sürfü açıb bizə, seyitli uşaqlarına. Allah Simamiyədə rəhmət eləsin. Çörəklərini yemişik biz o insanların. İdris dayı, mən deyərdim ki, bütün elin obanın qəhrəmanıdır. Azərbaycanın qəhrəmanıdır. Çünki bu insan qorxu deyilən bir şey bilməzdi. Bir dəfə bir epizod danışacağım İdris dayıdan. İdris dayı o yaşda, o 62 yaşında, biz də cavan uşaqları təzə gəlmişik bura. Allah rəhmət eləsin, rəhmətli Şirinimizi postları təyin edir. Rəhmətli İdris kişiyə tapşırıb ki, yerləri, postları göstərsin. Gəldik, keçdik qazancı tərəfə keçəndən cavanlıqdır. 2 addım, 3 addım keçdim qabağa. Rəhmətli Ma Bacoğlu deyirdi. Dedi, Bacoğlu, ayağını saxla. And olsun Allah, Seyid Lazım ağanın qəbri haqqı. Keçdi qabaqda 2 dənə mina söktü. Yəni, həmən dəqiqə İmam Hüseynin qəbri haqqı. Həmən dəqiqə mən ora çatacaqdım və o miniyada düşəcəkdim. Bu kişi İdris dayı şəxsən mənim qəlbimdə əbədi qəhrəmandır. O qəhrəmanlığında bəx oğlu orada dedi, Allah'ın olsun mən ona duyğulandım. Həqiqətən bu insana qəhrəmanlıq düşür. Çünki bu insanın elədiyin ikinci bir şəxs deyə bilməz ki, mən eləmişəm. Və eləyirdi də, heç da demirdi də. Sakit. Dinməz. Heç elə bir ki, həmən insan deyil o. Bir epizodda danışacağım. Bu Təhbalıt deyilən yerdə Allah Seyid Mehdiyə də rəhmət eləsin. Seyid Mehdi də çox böyük köməklikləri olub bizə. Sarbulaq var orada aşağıda, Təhbalıtın aşağısında. Gecə ermənilər gətirir, minanı bastırıb. Rəhmətli Şirinimiz evdə gəlir, rəhmətli Hidayət, hamı yığışıb ora. Rəhmətli İdris kişi yendi, getdi, ermənilərin bastıdığı minanı götürdü, apardı, onların tərəfinə bastırdı. Bax, İdris kişi buydu. İdris kişi əsr qəhrəmanı idi. İdris kişi bütün elimizin, obamızın qəhrəmanı idi. Allah qəni rəhmət eləsin İdris kişiyə. Vüqar, Allah sizə can sağlığı versin. Mən həmişə fəxr eləmişəm ki, İdris kişi kimi bir insanla mən döyüş yoldaşı olmuşam. İdris kişi həmişə bizə düz yol göstərir. Ora getmə, bura getmə, biz buraları tanımamışıq açıq. Mən burada da kəndini ki, qəhrəman oğlanları olub, Allah hamısına rəhmət eləsin, şəhid olanlarına. Qəhrəman oğullarımız var, birində yaşayırlar. Çünki biz unutmarıq ömür boyu İdris kişini. Düğündən sonra da unutmuşuq. Qəhrəmanlıq
elə bir şeydir ki, onu gərək qazanasan. Bax, o kişinin haqqıdır o qəhrəmanlıq. Həqiqətən, bax, burada qardaşlarımızdır hamısı, bax, Şeyh müəllim, Mehmet müəllim. Yəni, həqiqətən bir dənə adam deyə bilməz ki, İdris kişiyə o düşmür. İdris kişi ona 5 qatı düşür. Allah'ın olsun. O insan yatmazdı, oturmazdı, durmazdı. Gecə səhərə qədər izləyərdi. Biz onu dəfələrlə görmüşük. Dəfələrlə bizi evinə qonaq aparardı, sürfə açardı, çay verərdi, yemək verərdi. Allah rəhmət eləsin. Allah İdris dayını qəlbinə çox istəyirik. Çünki o bizə həm daylıq, həm böyüklük, həm də bir o döyüşdə bir yol göstərən. Allah qəni rəhmət eləsin. Yəni İdris için Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah cemaat, Əlağal cemaatı, Əlmədətli cemaatı, bütün bu Xaçındərvət cemaatı həqiqətən qəhrəmanlıq göstərir bu döyüşlərdə. Hamısını tanıyım, Edilovları tanıyıram. Allah verdi Qəmbərovu, Şirastanı, Fərmanı, digərlərin bu kətdə digər qəhrəman oğullarımız var. Biz də ilk dəfə gəlib burada məskunlaşmışıq bu kətdə. Əlmədətlidə və gəldiyimiz yer posta Əlağal kəndi qazancıları olub. Biz daha Allah qəni rəhmət eləsin qardaş. Sənin atan elə belə insan olmuyor. Bunu ömür boyu beynimizdədir, ürəyimizdədir, qəlbimizdədir. Allah rəhmət eləsin. Bura yığılan elimizi tebrik edirəm ki, bugün bizim elimizin, kendimizin şahitlerimize Allah'tan rahmet dilirəm. Gazilerimize can sağlığı dilirəm. Allah bir de böyle bir kara günü bizim millete göstermesin ki bu bizden şahit olmasın. Gazilerimiz olmasın. Elimiz var olsun. Milyonları yarananda bizim Kölan Dərəsində çox fəallıq göstərən, aktivlik eləyən bizim Daşdiyev Talış müəllim burada iştirak edir. O da yerli özünü müdafiə batalyonunun Əlmədətli bölüğünün yaranmasında çox böyük xidmətlər göstərmişdir. Buyurun. Allah bütün zəmi şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman Kölanı oğlu İdris dayıya, Komandır Şirin Mirzəyevə qəni rəhmət eləsin. İdris dayına mənim ilk tanışlığım, mən Sultarandan sonra Ağcabəddə, Güravlıda işləyib gəldim öz kəndimizə. Öz məktəbimdə işləyəndə İdris dayı orada təsərrüfat müdürü idi. Beni soruşdu ki, sən kimsən? Dedim, Daşdiyev Vəlid oğluyam. Beni qucaqladı, öpdü və mənə xala nəvəsi dedi. Mən tənəffüslərdə, müəyyən boş vaxtlarda görürdüm ki, İdris dayı şagirdləri ətrafına yığıb, onlara deyir ki, yaxşı oxuyun, vətəninizi, millətinizi sevin. Sonradan bilirsiniz ki, bir əsrdə 4 dəfə Azərbaycana torpaq iddiası qaldıran ermənilər, Rusların, faşistlərin yaxından köməyi ilə təzdən bizə torpaq iddiasına qaldılar. Həmən vaxt İdris dayı o şagirdlərə dediyi sözü əyanı sübut elədi. Yəni özü və övladları bir yerdə torpağımızın müdafiəsinə qaldı. İdris dayı bilirsiniz ki, kəşfiyyatçıydı. Döyüşün əhəmiyyətli alınması, yaxşı alınması üçün bilirsiniz ki, kəşfiyyatın gətirdiyi məlumat çox önəmliydi. İdris dayı da öz başqa kəşfiyyatçı yoldaşları ilə beraber bunları bacarırdı. Bir dəfə İdris dayı ilə əməliyyatda iştirak elədi. Yəni kəşfiyyatda yox, əməliyyatda. 92-ci il may ayının 8-i idi. Rəhmətli Şirin Mirzəyev də bilirsiniz ki, heç vaxtı yazılı əmir almadan əməliyyata başlamırdı. May ayının 8-ində Rəhmətli Mirzəyev tapşırıq verdi. Gecə saat 2'də yığışdıq Cinli kəndinə və oradan hərəkətə başladı. İdris dayı qabaqda gedir, danışmadan əl hərəkəti ilə bizi idarə edirdi. Səhər saat 5'də o çıngıl deyilən yerə qalxdı. Baxdı ki, qabaqda 2 dənə böyük hərbi çadır var, Ramida formasında. 2 dənə çadır var idi. Qrantaymot atanları çağırdı qabağa, o çadırı birine vura bilmədi, birine vurdu.
altından çıxan ermənilər də, çadırdan çıxan ermənilər də. Güllələdi, indi neçəsi öldü, neçəsi qaldı belə. Yəni nəyi demək istəyirəm? İdris dayı vətənini, millətini, evlətini sevən bir adam olub. Ətrafına, qohum evladına, övladlarına, bizlərə də vətənpərvərliyi aşlayan bir insan olub. Allah qəni-qəni rəhmət eləsin. Bütün şəhidlərimizə, Aman Şirinimizi və eyni zamanda İdris dayı. Nə olursa hamısının onunla iştirak edilmək danışdı. Mən İdris əmmin qabaqki dövründən, müharibədən əvvəlki dövründən danışmaq istəyirəm. Ona görə ki, mənim də 7 yaxın yaşım var, əmin çox şeylərlə görmüşük. Əmin bizim ağsaqqalımız oldu. Məhərrəmli tayfasının ağsaqqalı oldu. Əlaqalı kəndinin ağsaqqalı oldu. Əmin uşaqların çox sevimlisi olmuşdu. Əmin uşaqları çox istəyirdi. Uşaqlar da əmmi çox istəyirdi. Nə yadımdadır mənim? 64-cü ildə rəhmətli Ələmmin toyunda İdris əmin bizi yığıb mağar çadır səri onun üstünə uşaqlara yemək verir. Hələ onu indiyənədən bu kəndlər, eydəşi heç kimi eləməyir. İdris əmin çox gözəl işlərindən biri də bizim o dövr Əlaqalı kəndindən heç kim başqa yerə diss etməyə getmir. İdris əmin həkimliyi də var. İdris əmin bütün kənd cəmaatının içini çəkirdi, onları mağdur edir. Allah İdris əmmə rəhmət eləsin. Yerdə qalan balalarına, nəvələrinə, nəticələrinə ömür versin. Allah Vüqarın canını sağ eləsin. Allah Vüqarı İdris əmmin nətər də yerində yaradıcısında. Allah sevindiyə də rəhmət eləsin. Allah hər ikisinə rəhmət eləsin. Əmmə də rəhmət eləsin, əmm oğluna da rəhmət eləsin. Allah yenə də Vüqarın canını sağ eləsin. Bu işin təşkilatçılıqlarına, hər şeyinə minnətdaram hamınıza gəldiyinizə görə. Çox sağ olun. Mən öpürəm şəhid. Öpürəm boş qalan çəkmələrindən. Öpürəm savaşda tabloya dönən o məğrur duruşlu əsərlərindən. Önündə diz çöküb baş əyirik biz. Can verib, can verdim daşa, torpağa. İndi ürəklərdir sənin vətənin. Döndün könüllərdə yenməz bayrağa. Əziz elimiz obamız indi də bizim ərazi icra nümayəndəsi Sahib müəllimə söz verdi. Hörmətli həmyerlilərimiz, mərasim iştirakçıları, hörmətli Respublikamızın digər rayonlarından bizim əfsanəvi qəhrəmanımızın şəhadət gününə gəlmiş qonaqlarımız. Hər birinizə minnətdaram. Çox sağ olun. Oradan da bugün ziyarətdə görüşdüyümüz İdris dayı, çünki biz onu elə əvvəldən də bugündən də dayı dəyərək müraciət etmişik. Müharibə başlamazdan əvvəl İdris dayı bizim el ağsaqqalımız oldu. Həmişə kəndimizdə, qonşu kəndlərdə, rayon səviyyəsində olan xeyirxah işlərin birinci təşəbbüskarı oldu. Ona görə də biz onu əvvəldən gəç yaşlarından, ağlımız kəsəndən onu elimizin, kəndimizin ağsaqqalı hesab etmişik. Və bugün də belə. Lakin vətənimizin üzərini qara buldalanda hər adamda belə ürək olmaz mən dərdim. O, öz oğlanları yaşda insanlara torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmuş, Respublika səviyyəli mən dərdim bir kəşfiyyatçı olmuşdur. Biz digər millətlərin həmişə qəhrəmanları haqqında tarixlərdə danışırdı və bugün bizim belə ağsaqqal milli qəhrəmanlığa layiq, xalqın ürəyində milli qəhrəmanlığa layiq belə bir şəxsiyyət haqqında danışmaq da şərəfdir. Oradan da ölməzliyə gedən insanlardır, mən şəhidlər haqqında çox danışa bilərəm. Amma ölməzliyə gedən insanlardır bugün vətənimizin keşiyi uğrunda, onun adaqlığı uğrunda vuruşan insanlar. Bugün bu ziyarət üçün kimlərə borcumuz var? Bir-birimizə sual verəndə mən cavab verərdim ki, Ali Başkomandan, Müzəffər Ali Başkomandan İlham Əliyevə, onun dəmiri yumruğuna, onun apardığı ordu quruculuğunda meydana gələn o sərkərdə, o bizim şəhidlərimizə, bugün onların məqamı Allah yanındadır, ucadır. Bax, bu ordunu yaradan İlham Əliyevə həmişə boşluyuq ki biz, cənab prezidentimizə. Bugün o qismət, onun apardığı daxili və xarici siyasətin nəticəsində biz bugün bu ziyarətə gəlmişik. Bunu heç vaxt unutmaq olmaz. Şəhidlər bizim üçün olmadı. Bugün cənab prezidentin ətrafında xalqımız, dün əhalimiz,
ordumuz demir yumruk etrafında birleşerek torpaklarımızı azad etmiştir. Yani Xalq birliği yaranmıştır. Bu birliğin neticesinde bugün nail olduk ve bugün ziyarete gelmişim. Ben çok danışardım ancak tekrarcılık olmasın diye öz fikirlerimi elə çatdırardım ki Allah Teala bu Ali Başkomandanın, şehitlerimizin, onların canlı şahidi olan gazilerimizin, her bir buluşan bir sakinimizin, bir askerimizin sayesinde ucalarda dalgalanan o yüksek bayrak hemşe yaman yerlerden Allah Teala korusun. Bazen sual verirler ilahiye ki dünyada ilahinin en çok sevdiği şey nedir? İlahi cevap verir ki benim en çok sevdiğim üç şeydir. Onun biri alimin öz elinin, halkının xeyrahlığı için yazdığı yazı yazanda onun kaleminin xışıltısının sesidir. İkincisi bir kentlinin zəhmətkeşin kış ekerse o kışın sesidir. Benim onun hoşuma gelen. Seslerin ikisi bu. Üçüncüsü bir askerin öz vətəninin sərhəddində keşikdə durub, onu qorumaq üçün düşmənə güllə atırsa, o güllənin səsi mənim üçün ən gözəl xoşdur. Yəqin ki, hər kəs məni başa düşür. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, qəbirlərin nurladı olsun. Onlar istər ilahi tərəfindən, istər dövlət tərəfindən həmişə yüksək qiymətləndirilir. Dövlətin hər bir şəhidə verdiyi titul öz yerindədir. Amma bir o var ki, o şəhidlər əgər biz xalqın, biz millətin ürəyində milli qəhrəmandır. Hamısı, bütün şəhidlərimiz, hamısı milli qəhrəmandır. Mən bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm, qəbirlərin nurladı olsun. O cümlədən İdris dayı heç vaxt biz onunla bilmərik. Çünki onun keçdiyi həyat yolu, müharibə yolu bizim üçün bir örnək yoludur. Bir şey qalır üzərimizə düşən. Biz kimlər olmalıyıq? Biz belə qəhrəmanları, belə şəhidlərimizi hamısının təbliğatçıları olmalıyıq. Ailə də bir devlətdir. İlk olaraq ailəmizdə etməliyik. Uşaq bağçalarında, məktəblərdə, digər ali məktəblərdə, elin, cəmaatın, xeyir-şər yığıncaqlarında xüsusilə dövlət nümayəndələri belə qəhrəmanları haqqında həmişə danışmalıdır, öyrənməlidir, bilməlidir. İlk dərs açılanda birinci bizim qəhrəmanlarımız haqqında söhbət etməlidir. Çünki bunlar bizim bugün azad bu ülkede yaşamağımızın sebepkarlarıdır. İdris dayı vuruşan devirde hiçbir devlet teminatı yoktu. Bugünkü gibi yadımdadır hamısı. Yani böyle kahramanları unutmak olmaz. Tebliğatçı olmalıyız. Ben de tövsiye ederim bütün halimize, bütün cemaatimize. Tövsiye ederim ki tebliğ edin kahramanlarımızı. Devletin ona verdiği tutul bizlik değil, o bizim kalbimizde milli kahramandır. Ele etmeliyiz ki bütün hamı bunlar hakkında məlumat olmalıdır. Diqqətiniz üçün çox sağ olun. Yine de her birimizin bu təşrif buyurduğunuz için bir nümayəndəlik adından, eyni zamanda Güver kardeşliğin adından minnettarı. Çok sağ olun. Allah rəhmət eylesin. Zamanlar estafet devam ediyor yeni nesil tarafından. İdris dayının başlattığı igidlik, qəhrəmanlıq yolu 44 günlük vətən müharibəsində onun nəvəsi Vahim İdrisli tərəfindən çox uğurla, çox qalibiyyətlə davam etdirildi. Elə bu məqamda mən sözü Vahim qardaşımıza verirəm. Nümayəndələri, hörmətli həmyerlərimiz, hər birinizə şəhid ailəsi olaraq hər biriniz ayrı-ayrı təşəkkürümüzü bildiririk. Hər birinizin əllərinizi sıxıb, bağırma basıram. Allah hamınızı qorusun. Bugünkü gün biz Qarabağ torpağını işğal etməkdə tək torpaqlarımızı yox, biz öz qeyrətimizi, namusumuzu təmizlədik. Bugünkü gün bizim bu torpaqlarımızın dəyəri ona görə belə böyükdür ki, İdris babam kimi şəhidlərin qanı bu torpağa qaçıb. Adətən qanı su ilə yuyarlar, amma torpaq məsələsində, vətən məsələsində qanla yuyulmalıdır. Biz İdris babam kimi şəhidlərimizin, böyük yoldaşlardan, işte bizim ağsaqqallarımız, biz onların yerdiyi ayaq izləri ilə getmişik, fəaliyyət göstərmişik. Mən xidmətim dövründə 15 ilə yaxın xidmət eləmişəm. Mən həmişə
öz adımla yox, mən babamın adını soyad olaraq daşıdığıma görə həmişə fəxr qurusu durmuşam. Bugünkü gün biz burada sadəcə anım günlə yox, bizim üçün böyük şərəf, qürur günüdür. Allah hamınızdan razı olsun. Bugünkü gün Müzəffər Ali Başkomandanımızın rəhbərliyi altında, vahid komandanlıq altında yüksək səviyyədə hər şey yüksək səviyyədə getdi, vətən torpaqlarımızı işğal elədik. Bugünkü gün elə bilirəm ki, şəhidlərimizin ruhu indi şaddır. Yəni mütləq şəkildə mən onu bilirəm. Allah şəhidlərimizin məkanını cənnət eləsin. Allah hamınızdan razı olsun. Hamınızı bir daha əllərinizi sıxıram, bağrıma basıram. Allah sizləri qorusun. Var olasın. Döyüş yoldaşı, silahdaşı, bütün o çətin günlərdə bir yerdə olduğu Bakşı şəhətimiz də iştirak edir. Tariximizin, dövlətimizin, əxlaqımızın, bütövlükdə varlığımızın öz arzu və əməlləri ilə, öz istəkləri ilə, fədakarlıqları və qəhrəmanlıqları ilə bəzəyən Azərbaycan xalqının tarixinin qəhrəmanlıq salnamələrində yeni səhifələr yazan müqəddəs şəhidimiz İdris Orucoğlu Hümbətovun doğmaları və yaxınları. Vətən torpaqlarının hər qarışı uğrunda amansız döyüşlərə atılan, ancaq qismətlərinə şəhidlik deyil, qazilik düşən çox hörmətli müharibə veteranı olan qardaşlarımız, qazilərimiz. Mən də sizlərin hər birinizi salamlayıram. Mehmet müəllim qeyd etdi, mən bugün bu tədbirdə onun haqqında daim kimi yox, onun bacısı oğlu kimi yox, məhz elə bir amal, bir mübarizə yolunda çarpışdığımız, vuruşduğumuz, silahdaş olduğumuz, döyüş dostu olduğumuz üçün bir döyüş dostu kimi, döyüş silahdaşı kimi danışmaq istəyirəm. Qartala dedilər, harada doğulmusan? Dedi, dağlarda. Dedilər, hara uçursan? Dedi, dağlara. Həqiqətən də bu dağlar Fatih olan Qartalın görkəmində, rəhmətlik İdris Hümbətovun görkəmində bu dağlar Fatihinin bir görkəmi vardı. Onun yerişində, duruşunda bu dağlar Fatihinin bir məğrurluğu vardı, bir qüruru vardı. Bax, bugün bizə tamaşa edən o dağlar, Şiş dağ, Görüşlü dağı, Dıqqının yalı, Yəhər dağ, Fərrux dağı, bu dağların hər biri, hər bir dərəsi daimin lap gənc yaşlarından addım-addım gəzdiyi yerlər, oymaqlar idi. İdris Orucoğlu Hümbətov 1929-cu ildə Ağdam rayonunun Bahtı müqəddəs məkanında Qalaqalı kəndində dünyaya göz açıb. 1941-ci ildə çox erkən yaşlarında o atasını itirib. 3 bacı və bir qardaş onun himayəsində qaldı. Hələ atalarından doyunca barınmamış, onun hələ qayğılarını yaşamamış, görməmiş İdris Hümbətovun üzərinə bir atalıq misyası düşüb. 14 yaşında müharibənin ağır illərində, aclıq, qıtlıq illərində o bütün zəhməti ilə, əziyyəti ilə o 3 bacısını və qardaşını dolandırıb, hamısının araya əşəyə gətirib, əlini körəyə çatdırıb. İdris Hümbətov özü geçmiş Sovet ordusu sıralarında 4 yıl xidmətdə olmuşdu və məhz istehkamçı batalyonda xidmət eləmişdi. Vətənpərvər bir insan idi. Böyük Çin alimi Konfutsinin bir sözü var. Deyir, insanda ən yüksək 3 cəhət, ağıl, düzlük və cəsarətdir. Çünki ağıl qüvvə hər şey sındırsa da, ağıl da qüvvəni sındırır. Cəsarət bütün qorxuları örtür. Düzgünlük isə üzərini əl basıb geçir. İdris kişi, İdris dayım, İdris Hümbətov sözün həqqi mənasında çox ağıllı bir insan idi. Çox cəsarətli bir insan idi. 90-cı illərin əvvəllərində torpaqlarımıza yeni erməni işğalı başlayanda onun 60 yaşı vardı. Yəni yaşının o bədəsi olmasa da o könüllü olaraq Azərbaycan Milli Ordusunun Xaçın qəsəbəsindəki hərb hissələrinə özü və 2 oğluna birlikdə yazıb. Onu orduya aparan məcburiyə nə idi?
Onun qanında qaynaqlanan vətən sevgisi idi, vətən məhəbbəti idi. Çox təmkinli, çox təkəbbürlü adam idi. İdris Hümbətov o zaman polkun komandiri olan Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyevin ən çox inandığı, güvəndiyi bir insan idi. Orduda belə bir termin var, deyir, rabitə ordunun eşidən qulağı, sapyor, istehkamçılar ordunun yeriyən ayağı, kəşfiyyatçılar isə ordunu görən gözüdür. Şirin Mirzəyev də heç bir kəşfiyyat məlumatı olmadan hücum əməliyyatları həyata keçirmirdi və söz yox ki, həmin hücum əməliyyatlarının da bütün dəqiq və səhih məlumatları məhz İdris Hümbətov və onun rəhbərlik etdiyi kəşfiyyat dəstəsi tərəfindən əldə edilərək qərargaha çatdırılırdı. Mən tam təsdiq edirəm ki, onun iştirak elədiyi, əldə etdiyi məlumatlar əsasında keçirilən bütün əməliyyatlar müvəffəqiyyətli və uğurla başa çatdırıldı. İdris Hümbətov 1992-ci ildə iyul ayının 11-də bax, görüşlü dağı ki görükür, sübh tezdən saat 6 radələrində o dağda erməni postunu ermənilər məhv edərək ələ keçirdi. Özü isə orada güllə yarası alaraq ağır yaralandı. Və o dünyada, o yaranın qanaxmalarından həmin gün Zəngişalı kəndindəki hərbi qostalda əməliyyat olunsa da onu həyata qaytarmaq mümkün olmadı. Dünyasını dəyişdi, şəhid oldu, bir əbədiyyət nəğməsinə çevrildi. İdris Hümbətov bugün təkcə bir ailənin insanı deyil, bugün bir Əlağalı kəndinin insanı deyil. İdris Hümbətov bugün vətənin bir övladıdır. Onun bütün xatirələri, onun bütün əməlləri tək öz doğmalarının yaddaşında deyil, bütün Azərbaycanın yaddaşındadır, bütün xalqın yaddaşındadır. Uşaqları təşkil eləmişdi. İdris dayımın bu uşaqlara çox böyük hörməti və ixtiramı vardı. Onları həddən ziyada çox istəyirdi. Tez-tez evlərinə qonaq aparırdı və bu dəstənin işi ilə maraqlanırdı. Onlarla döyüş əməliyyatlarında iştirak edirdi. İnsanlar var ki, o insanların qəlbində insanpərvərlik, qəhrəmanlıq, fədakarlıq hiss və duyğuları həddindən çox olur. Belə insanlar nadir insanlardır. Məhz İdris Hümbətov da həmin nadir insanlardan biriydi. Onun döyüş yolu, həyat yolu, ömür yolu mən deyərdim ki, örnək olacaq bir kitabdır. Elə bir kitab ki, gələcək nəsillər həmişə bu ömür kitabını vərəqləyəcəklər, həmişə xatırlayacaqlar. Bir xalq olaraq, bir millət olaraq, bir kənd cəmaət əhli olaraq bizim belə şəhidlərimizi unutmağa haqqımız yoxdur. Gözəl bir kəlam var, deyir, şəhidlər vurulanda yox, unudulanda ölürlər. Ona görə də biz həmişə belə şəhidlərimizin anım tədbirlərini keçirməli və onların qəhrəmanlıqlarını xatırlatmalıyıq. Alış müəllim bayaq bir xatirəni qeyd etdi. Həmən əməliyyatda mən də iştirak edirdim və həmən Palatqada da 5 nəfər ermənini gəbərtdik. Həmən döyüşdə İdris dayım ayağından yaralandı, güllə dəymişdi. Təsəvvürünüzə gətirin ki, o özü cibindən bıçağını çıxardıb, hətta olan güllənin çıxarmışdı. Və uşaqlara demişdi ki, mənim yaralandığımı elləyin, bax şehir bilməsin. Uruqdan düşər döyüşməz. İnanın ki, gecə əməliyyatlar oldu. Saat 2-də, 3-də məni çağırıb quruzdur da əməliyyatlara gedirdi. Çox üzr istəyirəm, mən 3 ay, 4 ay olardı toy eləmişdim. Bəlkə də heç bir dayı qıymazdı ki, yeni ailə həyatı qurmuş, bacım oğlunu ölümün avuşu atım, mənlə geçsin. Amma o vətəni o qədər sevirdi ki, yəni o vətənin yolunda öz oğlanlarını, öz qohum əqrabalarından ürək istəyən insanları cəlb edib, vətənin müdafiəsinə cəlb eləmişdi. İdris dayım haqqında yazılıb da, deyilib də, burada qeyd olundu, xalq qəhrəmanı, Raqif Orucov kimi daim da xalq qəhrəmanıdır. Amma bir gözəl bir söz var, deyir ki, ədalət çox gözəldir. Amma o sərəncam və fərmanlarda əksin tapanda daha gözəl olur. Biz əmin olaq ki, bu insanın, bu bir vətən müştaqının, bu vətən fədaisinin zəhməti, əziyyəti yerdə qalmayacaq. Yəqin ki, dövlətimiz nə zamansa bunun da qiymətini verəcəkdir. Tək İdris dayı yox, bütün şəhidlərimiz xalqımızın iftixarıdır. Bizim baş ucalığımızdır. Bizim vətənimizin övladlarının bugündən sabaha deyəcəyi sözdür. Şəhidlərimiz həmişə bizim qəlbimizdədir. Burada gənc nəsil nümayəndələrimiz buradadılar. Mən böyük Türk şairi bir beyti ilə çıxışımı tamamlamaq istəyirəm.
Keçdiyin yerləri torpaq deyib keçmə tanı. Düşün altındakı minlərlə kəfənsiz yatanı. Sən şəhid oğlusan, yazıqdır, incitmə atanı. Vermə dünyaları alsan da bu cənnət vətəni. Bu torpağın həsrətini biz 27 il yaşadıq. Gözümüzün yaşını ürəyimizə axıtdıq. Həsrət bizi əymədi. Bizim qəddimizi əymədik. Biz sarsılmadıq. Babalarımız deyirdi yurdundan ayrılan 7 il ağlayar. Biz 27 il ağladıq. Amma içimizdə o vətənə olan sevgini itirmədik. Ölkəmizin apardığı siyasətin arxasında durub, ölkə prezidentimizin, Ali Başkomandanımızın arxasında durub, irəli əmrini gözlədik və irəli əmri 2020-ci ildə sentyabrın, eləcə də İdris Ümbətovun ruhu şaddır. Onların amalı, arzusu Azərbaycanın 3 rəngli bayrağını Şuşada, Xan kəndində dalğalanmağını görməyidir. Ruhunu şad olsun, rahat yatın, əziz şəhidlərimiz, əziz dayım, sənin arzuların içindir. Şuşa da azaddır, Qarabağ da azaddır. Allah sənə rəhmət eləsin. Sənin qarşında, ruhun qarşısında hamımız baş əyirik. Sağ olun, baş düşməyin. İndi isə canın milli qəhrəmanı Xəqani Aslanovun oğlu Sadiq qardaşımıza söz verir. Hər birimizdə Allah ruhun şad eləsin, məqamımızı eləsin. Qardaş, Allah səbir versin. Kişər qardaş, Allah səbir versin. Biz o qəhrəmanların evladıyıq. Onları unutmaq olmaz. Haqqı nədir, o da veriləcək inşallah. Ali Başkomandamız inşallah onun haqqını verəcək. Allah məkanı cənnət eləsin, ruhun şad eləsin. Bu belə qəhrəmanları unutmaq olmaz. Hər zaman burada yaşatmalıyıq. Hər zaman bizdə yaşayır. Qəhrəmanımızdır. Əbədi olaraq bizim qəhrəmanımızdır. Allah məkanı cənnət eləsin. Sağ ol qardaş. Mən də hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Hər birinizin qarşısında ailəmiz adından baş əyirəm, hamınıza öz minnətlərimizi bildirirəm. Allah hamınızdan razı olsun. Buradan çıxandan keçirik, Telman Babayeri ziyarət edirik. Buradan da çıxanda da Nurələm Şükürovu ziyarət edirik. Mən belə başlamaq istəyirəm ki, bu belə daimi də belə olar. Allah hamınızdan razı olsun. Minnətdaram, öpürəm hamınızı. Qarabağ Azərbaycandır deyən Bedirdən şəhidlərimizdir. Məkanı cənnət olsun, ruhları şad olsun, Allah qazilərimizi qorusun. Hər birinizə öz təşəkkürümü bildirirəm. Var olun. Yaxşı ki varsınız, yaxşı ki bu kəndin, elin, babanın oğullarını. Mən 37 mindən çox şəhidlərin qarşısında baş əyirəm. Bizim 4 mindən çox itkinlərimiz var. Bu itkinlərimizin tapılıb ailələrinə verilməsini ən çox arzulardan biri. Və bizim qazilərimiz, veteranlarımız var ki, bu dəqiqə yataqda olan qazilərimiz var ki, çox ağır durumdadır. Allahdan onlara şəfa dilərim. Bizi bu istidən qoruyan əskərlərimizi, zabitlərimizi Allah qorusun. Allah üstündə yar olsun. Mən Sadiq, Ağa, Bəxtiyar, Tahir qardaşım və burada olan hər biriniz yenə də sizə öz təşəkkürümü bildirirəm. Dünyadan köçənlərinizin məkanı cənnət olsun. Yaxşı ki, bu torpaqları bizə bu şəhidlərimiz qaytarır. Gəlin, heç zaman bu şəhidlərimizi unutmayaq və unutturmayaq. Hər zaman yolumuz haqq yolu olsun. Və bu haqq yolunda da atamın necə ki haqq yolunda getdiyini mənim dostlarım bilir ki, hər zaman mən deyirəm ki, haqq yolunda yürüyün və bilin ki, o söz mənim sözüm deyil, o mənim atamın sözüdür ki, mən onu sizlərə deyirəm, dəyərli qardaşlar. Yolumuz haqq yoludur. Allah hər birinizdən razı olsun. Var olan minnətdaram. Allah köməyiniz olsun. Hər zaman da onun yanındayım. Ölənə kimi. Can qurban etmənin vaxtı çatıbsa,
səndən hansı namərdəsi deyərsən? Qoyuram başımı ayaqlarına, ey ana vətənim, can Azərbaycan. Əziz İdris dayı, hamı burada sənin var olan igidliyindən, qəhrəmanlığından danışdı. Mən isə əlavə eləyirəm ki, sən həm də çox ədalətli kişiydin. Çünki mən onu ən çox Qazancı döyüşündə mənim qardaşım Əliyə və Dilqəmə qarşı olan münasibətində gördüm. Sən həm də ədalətli mükəssəməsiydin. İdris dayı, sən bilirsən ki, bütün hamı bilir ki, dünyada bir həqiqət var, bir fəlsəfə var. O dəhşətli həqiqətin adı ölümdür. Səndən həm yaşıd olan kişilərin indi heç birisi yaşamır. Hamı bu dünyada köçəridir, sonuncu ölümlü olan bu dünyada hamımız gedərik. Amma nə xoş sənin halına ki, biz uzaqbaşı 10 il, 20 il ölümümüzdən sonra xatırlanacaq. Amma vaxt gələcək, Əlağalı kəndi yenidən qurulacaq. Onun orta məktəbinin şagirdləri, onun bağçasının fidan balaları gəlib həmişə sənin və digər şəhidlərimizin müqəddəs məzarını ziyarət edəcəklər. Sən Allahın rəhmətinə qovuşmuşsan, özdə Peyğəmbər yaşında, 63 yaşda. Allah sənə rəhmət eləsin müqəddəs kişi. Bir daha sənin qarşında baş əyir. Şəhidləri ziyarət edən, yenə deyirəm, hər ikimizi bizlərlə yol gedən hər birilərinə də öz təşəkkürümü bildirirəm. Nə qədər ki, ömrümdə ömür var, Sadiq qardaşımla hər zaman şəhidlərimizi ziyarət edəcəyik. Hər birisində, yenə deyirəm, çox adam biraz sosial şəbəkəni pis başa düşür. Amma sosial şəbəkə çox gözəl yerdir, başa düşənlər üçün. Mən orada bütün şəhidlərimizi də təbriq edirik, hər birini də orada yad edirik. Buyur, Tahir abi, nəsə fikrin varsa buyur, qədəm. Dövlətimizi təmsil edən nümayəndələr hər bir şey gözəl şəkildə vurğularlar və cəmaatımıza da çox sağ olsun deyirəm bu tədbirdə iştirak edən hər bir kəsə ki, çox sağ olsunlar bugünkü bu tədbirdə iştirak edən. Allah bir daha şəhidlərimizin ruhən şad məkanı cənnət eləsin. Mən də bir qardaş öz minnətlarımı bildirirəm. Mən də bu ilin bu obanın övladıyım, bu dağın o üzünün. Əhmədə Vətənəm. Burada İdris dağın haqqında danışanlar hamısını eşitdik. Allah qəni-qəni rəhmət edilsin şəhidlərə və sizin bu əziyyət çəkib gəldiyinizə görə Allah bütün dünyada keçənlərimizə rəhmət edilsin. Birinci Qarabağ müharibəsinin şəhidi Hümbətov İdris Orucoğlu'nun anım günü münasibətilə məzarı ziyarət edilib. Birinci Qarabağ müharibəsinin şəhidi Hümbətov İdris Orucoğlu'nun anım günü münasibətilə doğulduğu Əlağalı kəndində olan məzarı ziyarət edilib. Ziyarətdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad olunub. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər şəhidin həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs ediblər. Şəhidin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Sağ olun, bununla da tədbirimiz başa çatdı. Mən hamıdan Vüqarın adından xahiş edirəm. Çayda rəhmətli Yahya dayının həyətinin aşağı tərəfində orada ehsan süfrəsi açılıb, hamı orada iştirak eləsin.